Yığışdırmağı yığışdırdım. Balış üzünü yumağa atmışam, ona görə yerə falan atırıq deyə balışı üzünü attım yuyulmağa. Yatağı topladım, dəyişdim pastelini. Buralar şəliqə saldım. Nərgizin oyuncaqları yerdəydi, topladım. Nazlı'nın şkafını səliqəyə saldım. Atlası kar kağızları atdım. Qaldı stolun üstünü təmizləmək. Görürsüz, ləkə-ləkədir. Onları təmizləyəcəm. Tozları alacağım. Yox, belə. Burada da rəngli boyalarıdır Nazlı'nın seti. Bu da printerin korobkasıdır. Durub ortalıqda. Nə ata bilmirəm, nə bir şey. Qalıb elə. Bu qədər. Buranı təmizləyərəm. Bir də yeri plisoslayacağım. Yerdə plisostlamamışam. Burayla işim bitdi. Yarımçıq bitdi daha doğrusu. Əsas yığışdırmaq idi. Yığışdırdım. Və həllərdəyim bir bilsən. Hem yeri sorsan. Et doğrayıram bayaqdan. Bunu marinə eləmişəm. Duz, istiyot, sarı kök, priprava, sirkə, bir də yağ qarışdırmışam, duru yağ. Belə də qoyacağım buzluğa. Qəşəng sonra bişirəndə həm tez bişir, həm də çox gözəl dadı olur. Bunlar da quşbaşıdır. 3 dəfə bişirməlik ayırmışam. 2 dənə sümük çıxdı. Üstü ətli saxladım. Belə hər dəfə 2 dənə, 3 dənə, 5 dənə sümük çıxanda yığıram üst-üstə, sonra bir dəfə yağ soğus eləyirəm və yaxud da bişirirəm, suyunu nərgiz üçün ayırıram, ətlərini kartofla qızardıram, üstündən ayırıb nəsə belə yığıram, elə bişirirəm. Ayrıca soğus kimi çox da bizdə yeyilmir deyə daha çox suyunu nərgiz üçün ayırıb ətini də qızartma eləyirəm və yaxud da börək falan eləyirəm. Burada da ət qoydum bişməyə. Burada da İndi bunları çəkəcəm. Burada biraz qalıbdı pripravadan. Əti burada marinə eləyirdim çünki. Bir də toyuq var, onu da eləyəcəm. Burada pis gündədir. Hamısı yuyulmalıdır. Belə başlayayım, əti çəkim Nərgiz yatmışkən. Nəhayət ki bitirdim. Biraz qablarda dəyişiklik elədim. Toyuğu 3 yerə böldüm, böyük toyuğu idi deyə. Sonra 3 dəfə bişirimlik quşbaşı ayırmışam. 3 bişirimlik belə xırda çəkilmiş ət. Bir dəfə belə qızartmalıq və kotlet eləmişəm. Bu da 2 laydı. 2 altında yenə var. Eyni qədər. 2, 4, 6, 8. 2, 4, 6, 8, 10, 11, 11, 22 dənə kotlet çıxdı. Belə, bunları indi yığacam buzluğa, sonra rahat-rahat istifadə eləmək üçün. Dünən pəncərəni sildim. Sonra otaqda biraz dəyişiklik elədim yenə. Əlim dinc durmur axı mənim. Belə təmizlədim. Pərdəni yudum, sərdim. Həm dekorunu, həm tülünü. Sonra stolu bu yana keçirtmişəm. Təzdən stolun üstünü zaten təmizlədim, tozları aldım. Neysə, otağı təmizlədim. Xalam qızı gəldi rayondan. İndi dağınıqdır.
Çünkü uşaqlarla bir yerdə alim demişdi bir-birinə. Nazlını göndərdik dərsə. Nata götürdü Adelinkanı həkimə apardı. Nərgizi yatızdırmışam. İndi başlayacağım yer yığış eləməyə. Ki toplayım buraları. Yığışdırım, atılacaq nə varsa atım. Nazlın kalqutkaları hamısı ləkə-ləkədir. Onlara nəsə bir çarə tapım gərək. Ləkə çıxarıcı sprey almışam. Ondan sıxım üstünə görüm gedəcəkmi ləkələri. Hamısı yağışdan sonra palçıq ləkələridir. Arxa hissəsində nə qədər yumuşam getməyiblər. İndi ondan yoxlayacağım. Ona görə çıxartmışam onları. Başqa başqa heç nə. Burada başqa işim demək olar ki, buraylandı. Bir də mətbəxdə. Yemişik, içmişik, hər şeyi yığmışıq bura. İndi bunları yığışdırmalıyam. Bu arada artıq saat 12'dir, hətta 1'dir. Nazlı dərsdə olduğuna görə. Baxım saata dəqiq 1'dir, 2 işləyib. Hələ ev dağınıqdır, hər yer töküş-töküşdür. Heç nə eləməmişəm, heç nə yığışdıramamışam. Nərgiz yenə diş çıxarmasındadır. Bu aralar bizdə 1 gün, 2 gün sakitçilik olur. Sonra yenə 3-5 gün ağla. Sonra təzədən 1-2 gün sakitçilik olur. Sonra yenə 3-5 gün ağla. Part dişlərimizi çıxardırıq. Artıq Nərgizin 11 ay var. 1 yaşına az qalıb. Buranı göğe yığışdırmışam da. Nərgizi yatızdıranda söktük yenə. Səhər tezdən hava biraz soyuq idi. Bunu yumuşam. Qatlayıb yerinə qoymalıyam. Ona görə üst-üstə geyindik. İndi gedim gərək yenə. İndi soyunub tökülmüşük. Hər şey ortalıqdadır. Kalyaskanı da bura koymuşam. Çünkü Nazlı'nın otağında indi kravat açmışam Nazlı için. Bunlar Nazlı'nın da. Burada saklayacağım kalyaskanı. İndi burada kravat açdığıma görə Nazlı burada yatır. Xoşu gəlir. Xala qızı gələndə həmişə sevinir ki, dəmir kravatda yatacaq. Raskladuşkadır. Nərgizində. Of, onu götürürəm, bunu qoyuram. Burayı yığışdırdım, qurtardım. Qaldı bir dənə xala qızın sumkaları. Şkafda indi yer açaram. Özü gələr, nəyə hara istəyər yerləşdirər. Belə, buraya qurtardı işim. Qabları yuyum. Sonra Nazlı'nın qalın paltarlarını yığışdıracağım. Nərgizə balaca olanları Adelinkaya ayıracağım.
telefonla çəkirəm bu arada. Bunlar qurusun. Özləri quruyacaq, yığacam yerinə. Ona vaxt itirməyim. Axır vaxtlar silmirəm mən. Bir dənə şüşələri silirəm. Üstdən, içini silmirəm. Все. Bu arada mən pəncərəni də yumuşam, dünənlərim. Həyəti də yumuşdum. İndi sadəcə islatdım, süpürüb təmizləmişdim. Stolu görsüz yəni keçirtmişəm ora. Yay olan kimi o tərəfə keçirdirəm. Orada qəşəng səliqəli, rahat olur. Paltarları da sərdim. Gel gel şuraya. Gel gel bak. Nasıl ya? Kulağıma bir yürü. Bu kadar. İşte bir mumlu kalmış. Nasıl yapmışlar? Gece. Ama şu tekrar. Böyle bir yazar. Bu da gece gece. Bakıyorum gibi çıktı. Bu da nasıl ne zaman çıkıyor?